Salam uşaqlar, bugün adi və onluq kəsişlər mövzusundan sınağa baxacağıq. Deməli, birinci sualımızda bizə məxrəci 8 olan neçə düzgün kəsir var soruşur. Düzgün kəsir bilirik ki, sürəti məxrəcindən həmişə kiçik olsun, B sıfırdan fərqli olsun və A B-dən kiçik olsun. Deməli, məxrəcində 8 olan sürətində 1 dayana bilər, sonra 2 ola bilər, 3, 4, 5, 6 və 7 ola bilər. Ona görə də məxrəc 8 olan 7 dənə düzgün kəsirimiz var. İkinci sualda bizdə müqayisədən danışır. Biz bilməliyik ki, A və B tutalım verilmişdir və C və D-də C verilmişdir. Əgərləri iki şərt var. Birinci şərtdə aşağıdan yuxarı çıxılan zaman, yəni B minus A və D minus C çıxılan zaman eyni bir ədəd alınırsa, məsələn, ikisində də bir tutalım ki, 1 alınır. Hər birini, bundan da bunu çıxanlar 1 alınır. Aşağıdan, yəni məxrəcdən surəti çıxan zaman bu ifadədən eyni qiymət ikisi də alırsa, onda məxrəci böyük olan böyük olur. Amma ikinci bir qayda var ki, əgərləri sürətdən məxrəci çıxan zaman, məsələn, A minus B, sonra C minus D-ni çıxan zaman eyni bir qiymət alırlarsa, məsələn, bunlar tutalım ki, 2 alıblar. Yəni, tutalım ki, bura 8 olub, bura 6 olub. Bunlar bir-birindən çıxan zaman, bunda 4 olsun, 2 olsun. İkisindən də bir-birini çıxan zaman, yəni sürətdən məxrəci çıxan zaman yenə də 2 alacaqdıq. Bundan isə məxrəci kiçik olan böyükdür. İndi bizim misalımız ikinci şərtə uyğun gəlir. Yəni, sürətdən məxrəci çıxdığımız zaman hər birində 1 qalır. 24-dən 23 çıxanda 1, 102-dən 101 çıxanda 1, 1002-dən 1001 çıxanda yerdə 1 qalır. Sürətdən məxrəcə çıxdığımıza görə məxrəc böyük olan kiçikdir. Ən böyük məxrəcli C-dir, deməli ən kiçik C olacaq. B variantı çıxır, D variantı çıxır. Aha, görək A ilə B arasında hansı qarşılıqlıq var? Məxrəci B-nin məxrəci A-dan böyükdür. Deməli, B-nin özü kiçikdir. D cavabımız olacaq A variantı. Üçüncü sualda hesablayın soruşur. Birinci bölmə əməlini yerinə yetirmək lazımdır. 4-də 3 üstə gəlinsin. 3-də 2 vurulsun. Sonra 2-də 1-i tərsinə çevirmək lazımdır. Eləyir 1-də 2. O da bərabərdir. 4-də 3 üstə gəlinsin. 3-ü 1-ə vurursunuz. Eləyir 3. 2-ni də 2-yə vurursunuz. Eləyir 4. Bərabərdir. Bunları eyni ortaq məxrəci gətirməyə lazımdır. Çatışmayanı onların üzərində yazırıq. Eləyir 3 vurulsun. 3 üstünə gəlsin 4 vurulsun. 4 bərabərdir. 4 üçün 12. 3-ü 3-ə vuranda 9 plus 16. Yəni 12-də 25. İndi isə uşaqlar, bunu tapmaq üçün 25-in içərisində 12 nə qədərdir? 2 dəfə də təbii ki, 12-ni 2-yə vuranda 24 eləyir və 1 də yerdə qalır. Çünki 12-ni 2-yə vuranda 24, üzərinə də 1 gələndə 25 eləyir. Cavabımız eləyir 2,2-də 1. C variantı. Dördüncü sualda tam hissə ilə kəsir hissənin hasilini tapır soruşur. Bu ifadənin tam hissəsini tapmaq üçün birinci düzgün olan kəsirə çevirmək lazımdır. 99-un içərisində görə 7 neçə dəfə yerləşir. Bir dəfə 7 çıxsaq 29, 29-un içərisində 7 isə 4 dəfədir. Yəni 14 dəfə 14 dəfə. Qalıqda neçə qalır? 1. Həmin qalıq surətdə yazılmalıdır. Məxrəc olduğu kimi qalır, qalıq isə surətdə yazılır. 14,7-də 1. İndi bunun tam hissəsi ilə kəsir hissəsinin hasilini soruşur. Uşaqlar, tam hissə qarşıda olan hissədir, kəsir hissə isə kəsirindən verilən ifadə. 14-ü vuracaqsınız 7-də 1-ə, 7 ilə 14 gedəcək, cavabınız qalacaq 2, D variantı. 5-ci sualda 2,5-də 3 ədədinin tərsini tapın. Bunun tərsini tapmaq üçün ilk öncə düzgün olmayan kəsirə çevirmək lazımdır. Yəni, məxrəc olduğu kimi qalır. Məxrəc vurulur tam hissəyə, üstünə gəlilir sürət bərabərdir. 5-də 13. İndi bunun tərsi nə verəcək bizə? 13-də 5. Sürətlə məxrəc yerini dəyişəcək. Y variantı. 6-cı sualda qarşılıqlı tərs ədədləri göstərin. Qarşılıqlı tərs ədədlər həmişə hasili 1-ə bərabər olur.
Məsələn, tapmaq istəyirsiniz, tutan bilmirsiniz. Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. B variantına gəlin baxaq. Birinci sadələrə baxaq. 4 ilə 4 gedirlər, amma 3 ilə 5 bir-birləri ilə gedə bilmədiklərinə görə B variantı çıxır. Yəni hasili şəklində yazdığımız zaman. Burada 2 ilə 1 vurulsun, 3-də 2 yazsam, 2-lər gedərlər. Amma 3 ilə 1 getmədiyinə görə 1 alınmır. Burada 5'te 1, 1 tam 5'te 1 ne eləyir? 5 plus 2 də 5'te 7. Bu 5'te 7 deməkdir. 5'te 7'ni də altda 5'e vuranda 5'lər gedir, 6 ilə 7 qalır. D variantı çıxır. 3 tam 2 tam 3'də 2 də burada neçə eləyir? 3 3 vurasız 6, üzərinə də 2 gələrsiz 8. Eləyəcək 3'də 8. Yenə də 7 ilə 8 getmir. Y variantı çıxır, cavab qalır A variantı. Həqiqətən yoxlasanızsa 5'i 7'yə vuranda 35 eləyir. Üzərinə də 2-ni gələndə eləyəcək 37. 37 ilə 37 gedir, 5 ilə də 5 gedir, cavab eləyir 1. Sonra ədədin hissəsinin tapılması. Hissəsinə görə ədədin tapılması. Baxın uşaqlar, deyir ki, 5'də 3 hissəsi 30 olan ədədin. Birinci siz bu ifadəni dərk etmək lazımdır. Hissənin ədədə görə tapılması, ədədin hissəyə görə tapılması. Deyir ki, hissəsi 5'də 3 hissəsi 30 olan ədəd. Hansı ədəd? Bilmirik ki, hansı ədəd. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ifadəyə vurmaq lazımdır. Yəni, hissəsi deyir ki, bir x ədədi var. X ədədinin 5'də 3 hissəsi 30'dur. Aha, deyir ki, onun 25'də 9 hissəsini tap. Yəni, həmin bu x ədədinin indi də tap 25'də 9 hissəsini. Ədədin hissəsini tapılanda, tapması istəyirsə, həmin hissə göstərənə vurmaq lazımdır. Biz bunu tapmaq üçün birincidən x-i tapmalıyıq. Gəlin, tənliyi həll edək. Biz yazırıq ki, x vurulsun 5'də 3 bərabərdir 30-a. 5'i tənasüblə sağ tərəfə keçirdərəm. Qalar 3x bərabərdir 150. X-imiz nə çıxar? Hər tərəfi 3-ə bölsəm 50. Deməli, mənim x-im 50-dir. Gətirib qoyuram burada yerinə. Alıram 50 vurulsun 25'də 9. 25 ilə 50 bir-biri ilə gedir, 2 qalır yerdə. 2-ni də 9'a vuranda 18. Cavabımız eləyir B variantı. Bir də var ki, ədədin hissəsinin tapılması. Məsələn, sual belə olsaydı, 30 ədədinin 5'də 3 hissəsi. Birinci ədədin özü verilib sonra hissə veriləndə yenə də onları bir-birinə vurursunuz. Məsələn, 30 vurursun 5'də 3 olacaqdı, əgər elə bir sual versəydi. 8-ci sualda yenə də natural ədədlər mövzusuna izah elədiyimiz suala bənzəyir. Verilmiş ikinci ifadəyə həmişə x deyirsiniz. Bir dəfə toplayıb yoxlamaq lazımdır. Bir dəfə də çıxıb yoxlamaq lazımdır. Mən baxan kimi görürəm ki, həqiqətən x-in ifadəsi ilə, yəni bununla n-in ifadəsini toplayanda hər birində 11'də baxın, birinci ilə birinci toplanır. İkinci ilə ikinci və üçüncü ilə üçüncünü toplayırsınız. Görəcəksiniz ki, hər birinin məxrəcində, baxın, burada 11'də 11 alınacaq. Göstərək. Burada 11'də 2 üstünə gələnsin, 11'də 9. Eləyəcək 11'də 2 üstə gəl 9. Yəni 11'də 11. 11'də 11 nədir? 1. Aha. Sonra 13'də 3'ün üzərinə 13'də 10 gələndə 13'də eləyir 13'də 13. Bu da eləyəcək 1. Eyni qayda ilə 3-cü də eləyəcək 1. Onda mən x-la n-i cəmləyəndə nə alacam? 1 plus 1 plus 1, yəni 3. Buradan həmişə demişəm ki, x-i tapmaq lazımdır. X-im nə eləyir? 3 minus n. Bu maraqlı sualdır. Buraxılır suallıqda həm də. A variantı. 9-cu sualda bir fəhləşi 5 saata, digəri isə 6 saata görür. Hər iki fəhlə bu 2 saat işləsələr, bu işi neçə saata görmüş olarlar. Uşaqlar, bir fəhlə işi 5 saatda görür. Onda 1 saatda işin hansı hissəsini görər? 1 saatda həmişə belə yazırıq. 5'də 1 hissəsini. Onda digər fəhlə 1 saatda neçə hissəsini görər? 6'da 1 hissəsini. Onda bunlar birlikdə işləsələr, onları cəmləyərikmi? Gördüyü işləri. Amma deyir ki, 2 saat işləsələr. Baxın, bunları gördüyü işləri həmin saatlarına vurmaq lazımdır.
İndi bunu həll edib cavabı tapacaqsınız. Toplayanda ortaq məxrəc 30. Yəni 6 vurulsun 5 kimi yazsaq. 5 bura düşür, 6 bura düşür. 5 plus 6 vurulsun 2. 2 ilə 30 gedir, 15 qalır. Bərabərdir 15-də 11. Bizdə deyir ki, işin hansı hissəsi görülməmiş qalar. Bu hissəsi görülüb. 15-də 11 hissəsi görülübsə, onda tam hissəsi 15-də 15 deyil. 15-də 11-i çıxaram nə qalar yerdə? 15-də 4. Yəni cavabımız Y variantı. 10-cu sualda müqayisədən söhbət gedir. Hər birini açıq şəkildə yazsaq. Mötərizənin içərisi həmişə deyirik ki, təkrarlanır. Yəni burada 2-lər təkrarlanır. 2, 2 sonsuz sayda gedir. Burada təkrarlanma yoxdur. Sadəcə nə var olduğu kimi yazacaqsınız. Burada isə 3-lər təkrarlanır. İndi fikir verək. Hər biri bir tanınır. Bunlara baxmağa ehtiyac yoxdur. Keçirin növbətinə. Hər birində 2 gəlir. Bunlara da baxmağa ehtiyac yoxdur. Növbətin dilində bunda 2 gəlir, digərində 3 və 3 gəlir. Deməli, həmin bu A-nın ifadəsi hər birindən kiçikdir. Çünki A hər birindən kiçik olduğuna görə burada 2 dayanıb. A-nın hər birindən kiçik olduğu cavab variantını tapanda 2 dənə variant qalır. C və D variantı. Görək indi B-nin cavabı kiçikdir, yoxsa C-nin cavabı kiçikdir. B ilə C-yə baxanda hər ikinin 3-cü rəqəmi 3-dür. Ona görə gedir. Amma 4-cü rəqəmində B-nin 2-dir son rəqəmi. C-nin son rəqəmi isə 3-dür. Fikir verirsiniz 4-cü rəqəmlərə. 4-cü rəqəmlər birində 2-dir, birində 3-dür. Deməli, 2 nədir? 3-dən kiçikdir. Bu da o deməkdir ki, B-nin cavabı C-dən kiçikdir. Bu cavab variantı olacaq A B-dən, o da kiçikdir C-dən. D variantı. 11-ci sualda minus olduğuna görə birincinin sürəti yerdə qalır. Birincinin sürəti. Sonuncunun məxrəci yerdə qalır. Bunun məxrəci nə eləyir? N. Məxrəcdə N dayanır. Bərabərdir 20-də 1. Burada nə alıram? 4 bölünsün N bərabərdir 20-də 1-ə. Buradan tənasüblə N nəyə bərabərdir? 20 vurulsun 4-ə. Yəni 80-ə. D variantı. 12-ci suala baxaq. Bizə sürəti 76 olan neçə ixtisar olunmayan, düzgün olmayan kəsirlərdən neçə kəsir var olduğunu soruşur. Deməli, uşaqlar, bizdə belə bir qayda var ki, birinci bu məxrəcinə aiddir. Məxrəci tutalım ki, A olan hər hansı bir ədəd verilmişdir. Deyir ki, bir neçəsi ixtisar olunmayan və eyni bu sözlər kimi neçəsi ixtisar olunmayan, düzgün olmayan kəsir şəklini göstərmək olar. Bunu həmin düsturla A bərabərdir. Deməli, məsələn, tutalım ki, A üssü K, B üssü M, C üssü N şəklində yazsaq, həmin düstur A vurulsun 1 minus 1 bölünsün A, 1 minus 1 bölünsün B, 1 minus 1 bölünsün C şəklində hesablanır. Məsələn, deyir ki, A ədədinə bölünməyən A ilə qarşılıqlı sayda olan ədədlər. Ədədlərin sayının tapılması və məxrəci A olan düzgün olan və ya olmayan. Misalı, gəlin bu düsturu tətbiq edək. 76-nı sadə vurğulara ayırıram. 2, eləyəcək 38, 2-yə böləndə 19. 19 sadə ədəd olduğuna görə yalnız özünə bölünəcək. 76-nı yaza bilərəm. 2 üstünə 2-dən 2 dənədir və 19-dan 1 dənədir. İndi gəlin bu düsturu tətbiq edək. Bizdə A-mızın qiyməti 76-dır. A-nın qiyməti 2 dayanıb, B-nin yerində isə 19 dayanıb. 76 vurulsun 1 minus 1 bölünsün 2-də 1, 1 minus 1 bölünsün 19-da 1. Bərabərdir. 76 vurulsun 2-də 1 vurulsun 19-da 18. 2 ilə 19-a vuranda 38 eləyir. 38 burada qalacaq 2. Buna vuranda eləyəcək 36. Bizdən nəyi soruşurdu? Deyirdi ki,
Sürəti 76 olan neçə ixtisar olunmayan, düzgün olmayan adi kəsir var? Cavabımız elə 36 olacaq. Əgərləri uşaqlar soruşsaydı ki, ixtisar olunmayan, düzgün olan, bax düzgün olan soruşsaydı, onda siz 76-dan -1 çıxacaqdı, sonra 36-nı çıxacaqdınız. Bunu tapmaq üçün, bax, bu neçə eləyəcək? Deməli, bu o deməkdir ki, ixtisar olunan, bax, ixtisar olunan düzgün. Deməli, əgər bizdən soruşsaydı ki, ixtisar olunan düzgün bu sualın tam tərsi. İxtisar olunmayan, düzgün olmayan aşağıdakı nədir? İxtisar olunan, düzgün olan. Soruşsaydı, verilmiş 76 ədədindən çıxacaqdı sonda alınmış cavabı və biri çıxacaq. Bir niyə çıxılır? Çünki sürəti 76 və məxrəci 76 bu düzgün olmayan kəsirdir. Bunun birini çıxandan sonra yerdə qalanların hamısı düzgün olanlar alınacaq. 13-cü sualda bizə 4,1, 4 tam dövrdə 1. Baxın uşaqlar, mötərizənin içərisində olan ifadə həmişə təkrarlanır. Yəni, birlər sonsuz sayda davam eləyir. Ona görə onu mötərizənin daxilində yazırlar. Bizdən soruşur ki, bu ədədlərin arasında diqqətlə baxaq, deyir ki, yerləşmir. Baxın, həmişə belə bir ifadə gördükdə yadınızda saxlayın ki, bu tam bir ədədindən sonra həmişə sıfırlar dayanır. Hər zaman bunda da sıfırlar təkrarlanır. Sadəcə bunu mötərizənin içərisində sıfır yazmaq mənasızdır. Yəni bunun dövrü yoxdur. Amma diqqətimizdə saxlayaq ki, həmişə sıfırlar olur. Ona görə də bizdə baxın A variantı cavabımızda var. C variantı. C variantında təbii ki, bu C variantı 4 tam 1 sıfırlar və 4 tam 1 bir-birinin arasında yerləşir. Çünki baxın, burada 111-dir. Burada isə 100-dür. Elə bil siz 100 ilə 111-in arasında ədəd tapmalısınız bu hissədə olan ifadədən. Görürsünüz ki, C variantı təbii ki 100 ilə 109 yerləşir də bunların arasında. Ona görə C variantı gedir. D variantında yenə də 101, bəli, 101 yerləşir. D variantı da gedir. Y variantı isə 111. Bəli, 111 də elə demək olar ki, baxın, buradan 4 dənə 1 götürsəniz, 4 dənə 1. 111 də o aralıqda yerləşəcək. Ona görə Y variantı da gedir. Cavabımız qalır B variantı. 14-cü sualda şən və hazır cavablar qrupunun çıxışı üçün 5,6-da 5 saat vaxt sərf olunub. Onlar bu vaxt 1,3-də 1 saatını yolda oldular. Vaxtın 1,3-də 1 yolda oldular. Həllərin çıxışı neçə saat davam etmişdir? Uşaqlar, bax, deyir ki, gəlin buna bir A deyirəm, buna bir B deyirəm. Çıxışın vaxtına da bir C deyək. Neçə saat deyir ki, çıxış neçə saat davam edir. Ümumi çıxışın sayı, yəni, tutalım bir bayramdır. Deyirəm ki, A saat bunu təşkil eləməlisiniz. A saat təşkil eləməlisiniz. Və siz ora gəlmək üçün 5 saat yolda olacaqsınız. 5 saat yolda olacaqsınız. Bax, yolu da sayıram həmin vaxtın içərisində. Elə bil məktəbdə şənlik olacaq. Həmin şənlik 1-də başlayır və siz evdən də 1-də çıxmısınız. Çatdıra bilməyib 1-də çıxmısınız. Ona görə siz şənliyə artıq yola sərf elədiyiniz zamanın da üzərinə orada olacağınız vaxta gəlin. Yəni yol gedirsiniz, həmin yolu gedirsiniz, çatırsınız məktəbə. Məktəbdə də tədbir davam edir, artıq C saatındadır. Siz saat 1-dən, tutalım ki, 1-dən 4-ə kimi demişəm ki, şənlik olacaq, bitəcək. Siz saat 1-də evdən çıxmısınız, hardasa 1 saat sərf eləmişsiniz. 1 saat sərf eləmişsiniz, şənliyin qurtarmağına isə qalıb 3 saat. Siz gəlib şənliyin başlamasından 1 saat sonraya çatmışsınız. Bizdən də soruşur ki, bu nə qədər eləyir? İndi biz C-ni tapmaq üçün nə edə bilərik? Həmin verdiyim vaxtdan çıxırsınız yola sərf elədiyiniz vaxtı ki, görəsiz siz nə qədər iştirak eləmişsiniz. İndi gəlin qoyaq yerinə. 5,6-da 5 çıxılsın 1,3-də 1 bərabərdir.
Gəlin düzgün olmayan kəsrə çevirək hər birini. 6-nı 5-ə vurub üzərinə 5 gələndə 6-da 35 çıxılsın. 3-ü 1-ə vurub üzərinə 1 gələndə 3-də 4 bərabərdir. Hər birini orta məxrəcə gətiririk. Bax, 6 nədir? 3 vurulsun 2 deməkdir. Deməli, 3 burada da var, 3 vurulsun 2 burada da var. Gəlirsiniz 3 vurulsun 2-ni yazırsınız. Bunun sürətini heç bir yəni, ifadə verilməyəcək. Bir dəfə düşür. Da nə çatmır? 2 çatmır. Eləyəcək 35 çıxılsın 8. 4-ü burada 2-yə vurdunuz. Bərabərdir. 6-da 35-dən 8 çıxanda eləyəcək 27. 6 ilə 27-də 3-ə ixtisar aparsanız, aşağıda 2 qalacaq. Yuxarıda isə 9 qalacaq. 9-u da 2-nin içərisində 4 tam onda 5 dəfə edəcək. 15-ci sualda taxıl üdüllükdə kütləsinin 5-də hissəsi qədər un alınır. Taxıl neçə kiloqramda? Oradan söhbət gedibmi? 480 qram kiloqram un almaq üçün. Bax, buradan undan söhbət gedir. Bax, 5-də hissəsi qədər un alınıb. Amma taxıldan söhbət getməyib. Taxıl nədir? X deyil. Taxılın 5-də 4 hissəsi. X-in 5-də 4 hissəsini necə tapırdıq? X-i hissə göstərən ədədə vururduq. Aha, deyir ki, taxılın 5-də 4 hissəsi 480 kiloqramlıq un alınır. 480 kiloqramlıq un almaq istəyirəmsə, neçə dənə taxıl götürülür? Nə qədər taxıl götürülür? Həmin buradan x-i tapacaqsınız. Bu nə eləyəcək? 4x bölünsün 5 bərabərdir 480-ə. Axı x-la vurma sürətə vurulur. Buradan tənasübə görə 4x bərabərdir 5 vurulur 480-ə. 4. 4-lərlə 480 gedəndə yuxarıda 120 qalır. 120-ni də 5-ə vuranda 600 edir. İndi bizə deyir ki, neçə kiloqram taxıl ütmək lazım idi? Təbii ki, 600 kiloqram. 16-cı sualda A-nın neçə natural qiymətində cəmi natural ədəd olar? Uşaqlar, cəmdən söhbət gedir. Cəm və eyni məxrəclər. Neyinirsiniz? Eyni məxrəc olduğuna görə A-nı məxrəcdə yazırsınız. Yuxarılara heç nə düşmür. Yəni, hər birində A iştirak edir. Ona görə 2 üstə gəl, 3 üstə gəlinsin 4 aldım. Burada cavab 9 eləyir sürətdə. Məxrəcdə A alındı. Deyir ki, A-nın neçə natural qiymətində? Natural ədədlər nə idi? Natural 1-dən müsbətə qədər olan, sonsuzluğa qədər olan ədədlər idi. Cəmi deyir ki, bu natural ədəd olsun. Baxın, natural ədədlər müsbət tam ədədlər. Ona görə də 9-a bölünən. Burada 9-a bölünən bütün ədədləri yazmaq lazımdır ki, kəsir cavab alınmasın. Məsələn, sən deyirəm ki, sən bura götürüb 2 yazsan, bu cür kəsir ifadə alınacaq. Sən natural ədəd almadın. Ona görə deyirəm ki, elə bir ədəd yazıram ki, 9-a kimi. O olsun natural ədəd. Bəs 3 yazsanız, baxın, 3 yazsanız 9-u həqiqətən çöbəlində 3 eləyir. Bax, biri bu. Sonra 9 bölünsün 5 yaza bilmərəm. 5-də 9, 9 5-ə bölünmür. 6 yazsam, uşaqlar, 6 yazsam, bir-birinə ixtisar olunlar 3-ə görə. Yuxarıda 3 qalar, aşağıda 2 qalar. Yeni axı bu natural ədəd deyil. Ona görə 6 da yaza bilmirəm. 7 yaza bilmərəm, 8 yaza bilmərəm, amma 9 yaza bilərəm. 9-u 9-a böləndə nə eləyir? 1. Bəli, 1 natural ədəddir. Bizdə deyir ki, A-nın neçə natural qiymətində? Uşaqlar, A-ya cəmi 2 dənə qiymət verə bildik. Həmin qiymətlər 3-nə 9 oldu. Yəni, cavabımız olacaq 2. 2 dənə qiymət. 17-ci sualda A-nın qiymətini verib, B-nin qiymətini verib, bizdən cəmini soruşur. Aha. Bu eləyirmi 0,1? Nə təşkillanır? 3. Ona görə 3 keçəcək mütərzən daxilinə. Burada 0 tam. Hansı təşkillanır? 5. Ona görə 5 mütərzənin daxilində yazılacaq. Biz demişik ki, mütərzənin daxilində olan ifadə qədər 9 düşür məxrəcə, kənarda olan qədər 0 düşür. Sonra bütöv ədədin özündən kənarda olanı çıxırsınız. Qalır 90-da 12. Aşağıdakı ifadədə 90-da 15-dən çıxırsınız kənarda olan ifadəni 90-da 14. İndi gətiririk, qoyuruq yerinə. Deməli, yazıb ki,
6, 7 bölünsün B-yə bərabərdir. İndi 6 bölünsün A-nın qiyməti nədir? 90-da 12. Üstünə gəlsin 7 bölünsün 90-da 14. Bərabərdir. Uşaqlar, böyük bu kəsir nə demək idi? 6 bölünsün 90-da 12 deməkdir də. Onu da tərsinə çevirirdik axı biz vurmada. Sürətlə məxrəc yerini dəyişirdi. Üstünə gəlsin, bu üstə gəlinsindir. Sonra 7-ni böləndə buna nə eləyir? Bu 7 bölünsün 90-da 14 deməkdir. Tərsinə çevriləndə olurmu? 7 vurulsun 14-də 90. Bəli, bərabərdir. 6 ilə 12 2-yə gedir. 2 dəfə burada qalır. 7 ilə 14 də 2-yə gedir. 2 burada qalır. Və sən alırsan ki, 90 bölünsün 2, üstünə gəlinsin. 90 bölünsün 2. Bu da bərabərdir uşaqlar. 90 2-yə bölünür. 45 burada qalır. 90 yenə də 2-yə bölünür. 45 burada qalır. Yəni 45 üzərinə gəlinsin. 45 cavabımız eləyəcək 90. Burada 17-də cavabımız eləyəcək 90. 18-ci suala baxırıq. Burada indi deməli hər birinə gəlin keçirdək. Kəsirlə yazılışa. A variantı 2,4 yazıb. Necə deyir, elə də yazıram. 2,4. Düzdür? Bunu gəlin ixtisar aparaq. Qalacaq yerdə 2,5-də 2. 2,5-dəkini düzgün olmayan kəsir şəklinə çevirəndə 5-də 12 qalır. Yəni 5-i 2-yə vurub üzərinə 2 gəlirsiniz. B isə 12-də 5-dir. Burada yazıram A 5-də 12-dir, B isə 12-də 5-dir. Sonra gəlin ikinciyə keçək. İkincidə bir dəyişiklik aparmıram. Üçüncüdə də A-nın qiyməti 8,2-də 1-dir. B-nin qiyməti 1,5-dir. Bunlar bir-birinə ixtisar olunanda qalır 1,2-də 1. Deməli, A-nın cavabı 8,2-də 1, B-nin cavabı isə 1,2-də 1-dir. Gəlin indi yoxlayaq. Deyək, A və B ədədləri qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə nədir? Bir-birinə bölünməyənlər. Baxın, 25 ədədi. 25 sadəcə 5 vurulsun 5-dir. 32 isə nə deməkdir? 4 vurulsun 8 deməkdir. Bu 5-in kvadratıdır. Bu isə 2-nin kvadratı. Bunlar bir-biri ilə qarşılıqlı sadədirlər. Çünki heç birinin daxilində bir-birinin ortaq vuruğu yoxdur. Biri 4 ilə 8-dir, biri 5 ilə 5-dir. Ona görə deyə bilərsiniz ki, 2-yə A uyğun gəlir. Bir-biri ilə qarşılıqlı sadədirlər. A minus B fərqi natural ədəddir. Bunu yoxlamaq üçün gəlirsiniz birinci 2-yə. 2-də görürsünüz ki, ədədlər natural ədədlərdir. Amma bir-birindən çıxanda, 25-dən 32-ni çıxanda, uşaqlar, mənfi 7 qalır yerdə. Orada bu isə mənfi natural ədəd deyil, tam ədəddir. Ona görə 2-yə B uyğun gəlmir. 2-yə uyğun gələn variantımız, bura 3-cü varianta baxın. 8,2-də 1-dən həqiqətən 1,2-də 1-i çıxsanız, tam hissələr 1 çıxır. 8-dən 1 çıxanda neçə eləyir? 7. 2-də 1-dən 2-də 1 çıxanda isə yerdə heç nə qalmır. Cavab eləyir 7. Natural ədəd alındı. Ona görə 3-ə uyğun gəlir B variantı. C variantında A və B hasili sadə tək ədəddir. Yoxlamaq lazımdır. A və B hasili sadə tək ədəddir. Deməli, gəlin bir-bir yoxlayaq. 8,2-də 1 vurulsun 1,2-də 1 bərabərdir. Uşaqlar, bunlar vurma əməlidir. Həmişə düzgün olmayan kəsiri gətirmək lazımdır. 17 vurulsun 2-də 3. Görürsünüz ki, burada heç bir ixtisar getmir. Ona görə də buradan sadə ədəd, tək ədəd alınmır. Bu getdi. Gəlirəm ikinci varianta. İkinci variantda 25-i vurum 32-yə. Həqiqətən görə sadə ədəd alınır. Heç vaxt sadə ədəd alına bilməz. Çünki 2 dənə 5 var, 5 dənə də 2 var. Bu sadə ədəd deyil. Sadə ədəd tək özünə və 1-ə bölünən ədədlər idi. Ona görə 2-yə də uyğun deyil C variantı. 1-ə görə C variantı uyğundurmu? Deməli, biz tapmışdıq ki, baxın bura 5-də 12 ilə 12-də 5. Hasili bunların 1 eləyir. Görürsünüz, bir-biri ilə gedirlər, hasili 1 eləyir. 1 nə sadədir, nə də mürəkkəbdir. Heç vaxt yadınızda qalsın, həmişə götürəndə biri nə sadə, nə də mürəkkəbdir. Sadə ədəd kimi götürmürük. Ona görə bilərik ki, C variantı heç bir varianta uyğun gəlmədi. D variantında A və B ədədləri qarşılıqlı tərs ədədlərdir. Aha, qarşılıqlı tərs ədədlər nə idi? Hasili 1-ə bərabər olan ədədlər. Birinci varianta baxın, hasili 1-ə bərabər oldu. Ona görə də bunlar qarşılıqlı
tərs ədədlərdir. Deməli, sizə birdə də uyğun gəldi D variantı. Variantında A plus B cəmi 5-dən kiçikdir. Üçüncü variantla başlayıram. Birincidə A-da tam hissə 8-dir. B-də isə tam hissə 1-dir. 8-in üzərinə 1 gələndə 9 eləyir. 3 uyğun gəlmir. Sonra ikinci variantda 25-in üstünə 32 gələndə 5-dən kiçik eləmir. Birinci varianta uyğun gəldikdə isə eləyəcək 60-da 169. 120 eləyir, çıxanda da qalır 49. 2,60-da 49. Bunların cəmi həqiqətən də 5-dən kiçik oldu. A və B cəmi 5-dən kiçikdir. Deməli, 1-ə həm də Y variantı uyğun gəldi. Kəsrlər arasında hansı işarə qoyulmaq lazımdır? Əgərləri hər iki sürətlə məxrəc, burada da sürətlə məxrəc arasındakı qarşılıqlı əlaqə heç uyğun gəlmirsə, onda çalışın ki, ortaq məxrəci gətirin. Baxın, 20-də 17 budur, düzdür? Gəlin, birinci kəsri 20-yə gətirin. Çünki ikinciyə uyğunlaşdıraq. Neyləyə bilərik? Hər tərəfi 5-ə vursaq 20 edərmi? Bəli. Sürətlə mütləq vurmaq lazımdır. Eləyir nə? 20-də 15. İndi 20-də 15 və 20-də 17. Məxrəcləri eyni olan kəsirlərdən sürəti böyük olan böyükdür. 2-də də uyğunlaşdırma aparmaq olar. Burada məxrəclər çətin olaraq uyğunlaşdırmaq. Gəlin, sürətləri uyğunlaşdıraq. Biri 11-dir, biri də 7-dir. Bunları uyğun olaraq birini gəlin 11-ə vuraq, digərini isə 7-yə vuraq ki, bərabərləşsinlər. Neçə ildir sürət 11 vuranda məxrəcdə vurulur, eyni qayda ilə məxrəcdə vurulur. Yuxarıda qalacaq 77-də, aşağıda 132. Yuxarıda 77-də, aşağıda eləyəcək 196. Sürətləri eyni olan kəsirlərdə, baxın burada, məxrəci böyük olan kiçikdir. Aha, bu işarəni də qoydum. İkinci digər varianta baxaq. 28-də 14-də baxın. Əgərləri böyük olan ifadə kiçiyə bölünürsə, 28 14-də bölünür. Onda kiçiyi böyüyə gətirməyə lazımdır. Yəni 14-ü necə 28 eləyə bilərəm? 2-yə vuraram. Onda sürət də vurulur 2-yə. Qalırsınız 28-də 10-da. İndi məxrəcləri eyni olanın sürəti böyük olan böyükdür. 20-ci sualda yadınızda saxlayın. Diaqram veriləndə diaqramın elə bil pizzanın parçalanmış formasıdır. Pizzanın parçalanmış formasını hamısını bir yerə yığanda tam 1-ə bərabər olur. Yəni 12-də 1-dir. 4-də 1-dir. Bura x-dir. Bura bilinmir nə qədərdir. Ümumi cəm bərabər olur həmişə 1-ə. Gəlin bunları toplayaq. 12-də 1 plus 4-də 1 plus nə qədər? 1 bölünsün x yazırsınız da. Çünki hər tərəf də 1 bölünsündür axı. Burada həmişə kəsrlə olan ifadə dayanır. Bərabərdir tam olan hissəyə. İndi neyinirsiniz? Gəlin x-i saxlayaq sol tərəfdə. 1 bölünsün x qalsın yerində. Bu 2 dənə ifadəni keçirdək sağa. 1 artıq burada pluslar deyildi. Olacaq minus 12-də 1 minus 4-də 1. Bərabərdir. Burada heç qorxmağa ehtiyac yoxdur. Hər istənilən variantını eləyə bilərsiniz. Gəlin ardıcıl eləyək. 1-dən 12-də 1 çıxanda yerdə nə qalır? 12-də 11. Çıxılsın 4-də 1. Neçə eləyir? Ortaq məxrəci gətirəndə 12 götürülməlidir. Çünki bu nə deməkdir? 3 vurulsun 4 deməkdir. 4 var hər ikisində. Burada nə çatmır? 3. 11 minus 3. O da nəyə bərabərdir? 12-də 8-ə. 12-də 8 də bir-biri ilə ixtisar gedəndə yerdə qalır uşaqlar. 3-də 2. Gəlin 21-ci suala baxaq. Burada bizə n plus 5-in 2-nin yerinə ilə bir nöqtə ədəd yazmaq lazımdır ki, ixtisar olmayan, düzgün olmayan kəsr alınsın. Düzgün olmayan kəsr nəyə deyilir? Sürət məxrəcdən kiçik olur. 2. İndi buradan alırsınız ki, n-i sağ tərəfə keçirdəndə olur 5 kiçikdir 2n minus 2. N mənfi olur. 5 kiçikdir n-dən. Yəni bu o deməkdir ki, n 5-dən böyük olanda başlayacaq düzgün olan kəsirləri çevirməyə.
İndi siz nə etməlisiniz? N-dən kiçik qiymətlər, 5-dən kiçik qiymətlər qoymalısınız. 5-dən kiçik qiymətlər n naturaldısa, onda ən az nə qoya bilərsiniz? 1. Ən çox nə qoya bilərsiniz? 5. Gəlin qoyaq. 1-i qoyuram. 1 üstə gəl 5 bölünsün, 2 vurulsun 1. Neçə edir? 6-da 2. Bunlar ixtisar olunandır. Bizdən soruşur ixtisar olunmayan. Ona görə 1 bizdə işə yaramadı. Gəlir 2. 2 plus 5 bölünsün, 2 vurulsun 2. 7 bölünsün 2. Həqiqətən də ixtisar olunmayan və düzgün olmayan kəsir alındı. Ona görə n-in yerinə 2 qoyanda birinci ödəyir. İkincidə deyirdi ki, ixtisar olunan düzgün olmayan kəsir. İxtisar olunan düzgün olmayan kəsir. Baxın, n-in yerinə 1 qoyanda onu tapmışdıq uşaqlar. Ona görə bura 1 yazıram. 3-ə deyir vahidə bərabər olan kəsir hansını? Elə bir şey hələ ki tapmamışıq. Sonra n-in yerinə 3 qoyuram. 3 plus 5, 3 vurulsun, 2 vurulsun 3. Bərabərdir 8-dən 6. Həqiqətən bu deməli ixtisar olunandır, amma düzgün deyil. Ona görə ikinci nə qoyduq yerinə? 3 qoyduq. Hı -hı. 4 qoyuram. 4 plus 5 bölünsün, 2 vurulsun 4. 8-də 9. İxtisar olunmayan və düzgün olmayan kəsir. Bura getdi 4. Sonuncu cavabımız isə 5-dir. 5 də gətirib yerinə qoyanda 5 plus 5 bölünsün, 2 vurulsun 5 bərabərdir. 10 bölünsün 10 eləyir. Bu da 1 eləyir. Yəni deyir ki, vahidə bərabər olan kəsir alınsın. Bu 5 cavabında bizdə alındı. 23-cü sualda sadəcə əməldir. Yəni bir-bir yerinə qoyub yoxlamaq lazımdır. 12-də 5 üstünə gəlinsin. Baxın, burada yazıb qeyd edib altda 1. Gəlin altdan bir-bir yazaq. 12-də 5 üstünə gəlinsin altda 1. Bura kimi yazırsınız. Bir əməli istifadə edirsiniz, sonra keçirsiniz o biri əmələ. Neçə eləyir uşaqlar? 12 nədir? 2 vurulsun 6 deməkdir. Ortaq vuruqları var. Bəli, ona görürsən 2 vurulsun 6 çıxır. Məxrəcə. Burada heç nə yoxdur. Burada isə 2 çatışmır. 5-i 1-ə 5, 1 2-yə 2 bərabərdir. 12-də 7. Bura qədər yazdım. 12-də 7 tapdım. İndi deyir ki, bölünsün 7. Bölünsün 7. Bölünsün nə deməkdir? Vurulanlar tərsinə çevriləndə 12-də 7 vurulsun 7-də 1 alınırmı? Çünki bu nə demişdim? Həmişə məxrəcində 1 dayanır da adi ədədlərin. Bu 7 bölünsün 1 deməkdir. Tərsinə çevriləndə vurma əməli olanda o da tərsinə çevriləcək. Buradan 7-lər bir-birinə sığ gedir. Cavabımız qalır 12-də 1. 23 ədədlərini müqayisə edin. ABC-nin yerinə qoyulacaq işarələri ardıcıllığını müəyyən edin. Uşaqlar, burada baxın, bir-birindən ixtisar gedir. Qalır yerdə 2 dəfə, 1 dəfə 9-a gedəndə bunlar bərabərdirlər. Sonra 24-də 8. Bax, bunları bir-birindən 4-ə, 3-ə ixtisar aparaq gəlin. 3-ə yox, daha doğrusu 8-ə də gedir, düzdür. Hər birini 8-ə böləndə burada 3 qalır, 1 qalır, burada da 3 qalır. Bunları isə hər birini 3-ə böləndə 5 qalır və yuxarıda nə qalır? 3-ə böləndə 2 qalır. 5-də 2 ilə 3-də 1 aldıq. Gəlin sürətləri bərabərləşdirək. Ona görə yuxarını 2-yə vuraram, aşağıda 2-yə məcbur vurulacaq. 2-də 6 və 2-də 5. Sürətləri eyni olanda məxrəcə böyük olan kiçik olurdu. Sonra baxın 9, 3. Neyniyim? 3-ü 9-a tamamlayayım. Onda 3-ə vurmaq lazımdır. Yuxarıda vurulur. 9-da 6 və 9-da 5 hansı böyükdür? Təbii ki, 9-da 6. 24-cü sualda Fatih birinci gün kitabın 8 əvrini, ikinci gün 8-də 3-ünü oxudu. Kitabın hansısı isə oxunmamış qaldı. Deməli, uşaqlar, yazırsınız. 8-də 1 hissəsini oxuyub, 8-də 3 hissəsini oxuyub və bunu da oxusaydı, kitab tamamlanacaq idi. Biz dedik ki, kəsrlə olan məsələlərdə bütün hər şeyi cəmləyəndə axırı gəlir düşür 1-ə, bərabər olur 1-ə. İndi baxın 8-də 1, 8-də 3, 1 bölünsün x bərabərdir. 1 şəklində ifadələr aldıq. Bunu neyinirsiniz? Ortaq məxrəcə gəlin, buradan ikisini gətirəyin. Neçə eləyir orada? 8-də 4 eləyir, plus 1 bölünsün x bərabərdir 1. Sonra bunu keçirdək sağ tərəfə. 1 bölünsün x bərabərdir 1 minus 8-də 4. Yəni 8-də 8-dən 8-də 4 sonra neçə eləyir? 8-də 4 qalır da yerdə. Bu da eləyir 2-də 1. İndi tənasübə görə x bərabərdir 2 alınır. Bəli. Yəni, o deməkdir ki, kitabın hansı hissəsi oxunmamış qaldı.
Kitabın 2də bir hissəsi oxunmamış qalıb. 25-də A vurulsun B 1-ə bərabərdir. A isə özü buna bərabərsə B-ni tapın. A-nın qiymətini gətirib qoyacaqsınız yerinə. 3,8-də 1 vurulsun B bərabərdir 1-ə. Tənlik həll edirsiniz elə bir uşaqlar. Düzgün olmayana gətirirsiniz. 8-də 25 vurulsun B bərabərdir 1-ə. Bu vurma əməlidirsə sağ tərəfə keçəndə nə olur? Bərabərlikdən sağ tərəfə keçəndə olur bölmə əməli. Bərabərdir 1 vurulsun 25-də 8. O da bərabərdir 25-də ilə 8-ə. B-ni tapın yazmışdı. Bu qədər. Sağ olun, salamat qalın.